Hər il olduğu kimi bu ildə Inmerge Summiti keçirilir. Bu ilki tədbirdə 5000 iştirakçı, 150 speaker, 100 startup və 80-dən çox investor iştirak edir. Biz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq bu tədbirin əsas tərəfdaşıyıq. Bu ilki tədbirdə çox mühüm qərarlar qəbul olunub. Məhz onlardan biri də İRIA-nın Qazaxstan əsaslı Vital Capital fondu ilə birlikdə yeni venture maliyyələşmə alətinin yaradılmasıdır. Həmin fond vasitəsilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Vital Capital fondu birgə ölkəmizdə fəaliyyət göstərən startapların investisiya əlçatanlığını təmin edəcəkdir. Hesab edirik ki, yaradılan bu fürsət ölkəmizin startap ekosistem quruculuğu istiqamətində mühüm addımlardan biri olacaq. Bu sammitdə biz investisiya vertikalını dəstəkləmişik. İnvestisiya vertikalında bir sıra ekspertlər toplaşaraq venture kapital, venture maliyyələşmə istiqamətində müzakirələr aparıblar. Bu müzakirələrin nəticəsində alınan fikirlər, öyrənilən dərslər ekosistemin inkişafı üçün istifadə olunacaq. İnvestisiya vertikalından əlavə olaraq bizim komandamız Sənaye 4.0-da bir paneldə iştirak edib. O panelin əsas məqsədi əmək bazarında mütəxəssislərin inkişafı ilə bağlı təlim-tədris proqramlarının hazırlanması və bu növ təlim-tədris proqramlarının maliyyələşdirilməsidir. Çoxsaylı layihələrimizdən biri də MyGov-dur. MyGov artıq 1.8 milyon istifadəçi sayına çatıb. Hər il olduğu kimi bu ildə Inmerge-də olmağa çox şadıq. Bu ilki tədbir çox məhsuldar keçdi. Çoxlu görüşlər keçirildi, çoxlu dərslər öyrənildi. Biz əminik ki, bütün bunun hamısı innovasiya ekosisteminin inkişafına böyük bir töhfə verəcək.